Və burada diqqət etsək, bu ayənin bir tərəfinə Allah Taala'nın insanları yaratma qayəsinin ona ibadət olduğunu bildirir. Və burada əlavə olaraq bir şey də xatırladım ki, həqiqətən insan nəinki buna özünü məcbur etməlidir və insan həqiqətdə düşünsə görər ki, insanın yaradılış qayəsinə uyğun yaşaması onun həm də bu dünyada xoşbəxtçilik deməkdir. Yəni insan əgər Allah Taala onu ibadət üçün yaradıbsa, deməli insan ən xoşbəxt ibadət halında olur. İnsan ibadət halında, Allaha təslimiyyət halında yaşadığı müddətcə həm bu dünyada xoşbəxt olur, həm də axirətdə, eləcə də bu dünyadan köçərkən, gözünü yumarkən də heç bir peşmançılıq keçirtmədən rahat bir şəkildə nə edir? Rəbbinə qovuşmağa nail olur. Və Allah Taala bunun əksinə başqa bir ayətdə dedi ki: "Və men arada an zikri fe inne lehu ma'işeten danka." Kim mənim zikrimdən üz döndərərsə, onu sıxıntılı bir həyat gözləyir. Və ona görə də insanların Allah Taala ibadətlə həyatını keçirtmələri onların xoşbəxt və qəlbi rahat şəkildə yaşamalarına, tam əksinə Allahın dinindən, zikrindən üz döndərmələri isə onların qəlbinin dar və çətinliklərlə yaşayışlarının çətinliklərlə keçməsinə səbəb olar.